ona ölçülmür. Qrammatika nağdından var. Ərəb dilin özü, dil, lüğət, qrammatika, məntiq bilməlisən və ilaxır ki, mələ bu gün saat mənim 45 yaşım olacaq, inşallah ölməsə qalsa 2-3 aya. 35 il də, 34-35 ildir. Mən hələ yenə qorxuram. Açıq deyirəm. Təvazö eləmirəm. Ki, mən hədis fikrim aya görəm, mən bunu harasa fırlayam, yozam ki, inşallah Allah bu demək istəyir. Allahı mən haradan bilim niyyətini. Necə inşallah? Din, inşallah sən qururun əzizim. Fakt. Dəlilin sübutun var ki, məqsəd budur. Bunlar gəl oxuyasan eyvallah. Bu dil yeməli dərslər həqiqətən də heyf. Daha danışı dəstəmazdan. Dəstəmaz hədisi, nə deməkdir bu? Çox qəşəngdir. İşte bu 5-6 dəqiqə bunda oxuyaq. Yenə baxın xülasəsinə, çünki bizim də vaxtımıza nə qədər çox xeyir ki, bu kitab yəni bu hədis elmi deyil. Hədisi anlama dərsidir. Hədisi anlamaq. Hədis məsələn ravi budur, siqə budur, onun şərtləri o dərs ayrıdır. Hədis, rical, dirayə. İnşallah bizim oxuyacağıq. Amma bu da ayrı bir dərsidir ki, biraz ondan yuxarı mərhələdir. Hədis elmindən ki, insan onu oxuyandan sonra bundan məlumatı olmalıdır. Sonra məsələn, bəzi hallarda hədisləri biz niyə anlaya bilmirik? Bir müəyyən toplum var, oxumuşuq, əxbarilər. Məsələn, onların düşüncəsi belə bir şey var ki, kitab sünnə, icma əqli, kitab sünnə qəbul edirlər, icma əqli qəbul etmirlər. Bilər ki, icma əhl-i sünnəndir deyə qəbul etmirik. Olan təbii ki, fikrinə əsasən ağıl da bizim mənbədir. Çünki ağlımız hər şeyi qəbul edə bilmir və dərk edə bilmir deyə icma əqli qəbul etmir kimi əxbarilər. Biz usul olduğu üçün deyir ki, kitab sünnə, icma əqli qəbul edirik. İndi sübutlar və naşmizə aiddir usul elminə. Bəzi hallarda hədislərimizin bizə qarnı qalmasına səbəb olan amillərdən biri əxbarların mövqeyidir. Əxbarlar gəlib deyirlər ki, yəni hədis, imamın hədisi varsa, o hədisin sən izahını eləyə bilmərsən. Sən ağlın o həddə, elmin o həddə deyil ki, sən onu anlayasan. Yaxşı, anlar və sən nə eləyim? İndi də var müəyyən bir toplum bədbəxtlər deyirlər ki, müşkil boş şeydir, ancaq 14 məsum təqid edərsən. Yaxşı, 14 məsumun hədisi mən qarşımda var, bax, burada qarşımdadır. Mən bunu necə anlayayım? Yəni, bir nəfər mənə desin də bunu. Deyərlər ki, ay həkim, mən sizə ehtiyacım yoxdur, mən özüm tibb məşğul olacağam, git məşğul ol. Yəni, oxuyasın biləsən də, ya oxu ol müşkil, ya ki, tabi olmalısan bilən adama. Niyə evə ustad çağırır, özüm eləyəcəm də bunu. Niyə çağırırsan maşın ustasan? Dırnaq ustası, bərbər, filan və s. Hələ özünlə də. Mən hərəsini nə çox açıqlayayım. Axı bizim bu elmimiz yoxdur deyə biz tabi bilən adamlara, onlar akademiklərə müştəhidlərimiz. Bilək, ona təqid etmək, yaxşı təqid eləmək, və kimin təqid eləmək 14 məsum. Yaxşı 14 məsum var hal-hazırda şəhid olurlar. Biri qalıb, o da qeyblədir. Əlimin çatır yox. Hədis mən qabrası gəlib və deyirsən ki, sən ağlın, elmin o həddə deyil ki, anlayasan, imamın hədisini yoza bilməsin. Yaxşı, yoza bilmirəm də, mən elmim yoxdur, mən qəbul. Necə anlayın bunu? Mən bir cavab verim. Əgər hər kəs öz zihni görə yozsa, mənim bir düşüncəm var, yozacam. Sənin bir düşüncən, bu din axı nə olacaq? Konkret bu dinlə, bu hədisin cavabı nədir? Mən bir Məsihi, nə bilim, başqa bir Yahudi gəlib İslam dininə deyir ki, Şiyə, bu hədis var sənin İmam Hüseynindən. İmam nə demək istəyir bura? Biz 10 nəfəri müşridə tabi olmaqlı qadağandır deyə olan fikrinə əsasən tabi olmuruq. Öz fikrimizdən 10 nəfər adam 10 dənə orada nəzər otağı qoyurlar. Deyir ki, axır nə oldu bu? Hafızı həqiqətsiz. Yəni bu da sizin dininiz. Sizin yiyəyiniz yoxdur ümumiyyətlə. Desin ki, bu sualın cavabı budur. Bax, bu da yiyəsizlik. Sahib olmayan çoban sürünün üstündə sürü yem olacaq qurt quşaq. Canavara qurdar. Yoxdur da çoban bunun üstündə. Deyir, bəzidə əxbarların böyük mənfi təsiri olub ki, hədisi anlaya bilmərsiniz də biz hamıdır baxır. Quranı oxuruq, mənası bilmirik. Hədisi oxuruq, istə danışaq deyən danışa bilmər, sənin üçün elmin yoxdur. Yaxşı, nə eləyək? Necə anlayaq bunu? Ya özümüz oxumalıyıq, ya tabi olmalıyıq. Deyir, özümüz oxu, amma tabi olma. Hamətə gəlsin, hamı olsun müştəhid. Mümkün deyil axı. Bax, bir mane budur. Əxbarların bu mövqeyi. Sonra, bəzi hallarda mane nə olur? Deməli, münasib olmayan yerlərdə bu hədislərin istifadə olmalığı. Məsələn, hədis danışır, müəyyən bir hadisə baş edib, o hadisəyə uyğun sən hədis deməlisən, sən başqa hədis deyirsən.
o hərəsi müəyyən bir yollarla sən buna sən ki bir calayasan. Deyirlər sırmaq. Axı bu deyir düzgün bir şey deyil. Deyir münasib olmayan yerlərdə hər hansı bir hədəsi ora deyir calamaqlıq səbəbinə nəticə o ki adam hədəsi də anlamır. Yəni hədəsi deyəsən hadisə uyğun məsələ müqabilində. Bayaq dedimmi, bir nəfər əsəbləşib, imam deyir ki, mömin o şəxsdir ki, əsəbin olsun, səbirli olsun. İmam o adına danışmalıdır ki, namaz belə qıl. Qunutun duası var. Get xumusu ver. Bu əlaqəsi yoxdur axı. Bəzi hallarda sözün ahəng tonundan tərəfin alınmaması, tərəf anlamır, tərəfin o deyən şəxsin səsinin ahəngin tonundan anlamır deyə o da səbəb olur ki, hədislərimizin biz bəzisini anlamaya. Burada xəbər formasındadır, xəbər verir hədis, nəqli cümlədir, şuhudu cümlədir, sual cümləsidir. Burada tərəf nə mənada onu səbəb verir? Elə sual var ki, sual işarəsini qoymasan da onun sual olunması məlum olur. Yazırsan necəsən? Sualı qoymasan da sözdən məlumdur. Bu məlum. Elə söz var ki, sən sualı qoymasan başqa mənadır. Misal olmuşamda hə, şükür, hə, sən, bir də olsa başqa mənadır. Bunlar mane olur ki, biz hədisdə bəzi hallarda anlayanlar da bəzi hallarda görsən müəyyən bir qadağana qoyurlar ki, yox sən danışa bilmərsən. Hökmən ki, ondur məsum, yaxşı ondur məsum canınız qurban, bildiyi məlum. Bax, bu axbar əzizlərimiz, siz də şiəsiz də bunu necə həll eləyək, necə cavab verək buna? Necə biz mən savadım o həddə deyil ki, imamımızın hədisini anlayayım. Mən anlamadım bu axırın üzünə, o baxdım mənim üzümə. Onu mən kitab oxumayım ümumiyyətlə. Bu kitabın bəs nə üçündür? Belə, dərsimiz bitdi, vaxt da bitdi. İnşallah gəlin dərs davam eləyəcəyik. Fərqli mövzudan. Xülasə mən deyirəm ki, bəzi müəyyən səviyyə bir ayız inşallah oxuyub qurtaraq. Sonra deyirəm tərtlə. Allah elimizi artıq etsin. Allah imanımızı kamil eləsin. Amin. Allahümmə salli əla Muhammed və ali Muhammed və accil faracahum.